Salam aleyküm uşaqlar, nətərsiz? Bugün çoxdan da Instagram keşfetmə bir dənə göz atmırdıq. Bugün Instagram keşfetmə göz atacağıq. Siz videoya bir dənə like atın, mən də sizə bu ürəyi verəm. Yorumdaca hamıya kalp atıram, bir dənə yorum yazın, aç ki. Like atın, abunə ol. Hər şey YouTuber üçün girəcəm. Ay like atın uşaqlar, abunə olun uşaqlar. Yox, lazım deyil. Sadəcə videonu bəyəndisə like at, kanalı xoşuna gəlirsə abunə ol. Bu qədər sadə, getdik. Oha, nə oha? Kız vallahi iyi ki almışsın seni ha, yemin ediyorum. Almasam evde kalırdın lan. Tipe baksana. Dur sen görün. Sizin qələmdə nədədir? Birazdan izle. Murat az önce ne demişti? Oha lan. Oğlum bu ne hal? Makyajın güzü deyirik biz buna. Ya şaka yaptım, vallahi şaka yaptım. Gel buraya ya. Şşş, buraya gel. Vallahi şaka yaptım. Ya məncə başım bırax getsin. Çünki evdə yəni makyaj salı ilə gəzir də. Sən onu makyaj alandan görəcəksən. Və həmişə belə mi görəcəksən sən onu? Var nə qarı? Ayda, camaat nasıl batısı baxır, nə qarsınız siz? Bəli, qətiyyən qısqanmadıq uşaqlar, keçirik bu videonu. Allah, bu nə videolardır, sıxır qabağıma. Koti gəldiğində, niyə bunlar dalbadal gəlir ala? Yəni, qonşunun qızı axır ki, hamilə qaldı. Deyəsin, çox əziyyət çəkir. Emin gizli qazı açıq qoya. Emin budur. Bu şey deyil, obrisi videolarda... Anar Qasımzadə, mənim qardaşım. Mən sənin sözünü yerə salmaq istəmirəm və qazı açıram. Səs gəldi. Aha. Anar gecəni xeyrə qalsın, mən yatıram, sağ ol. Xeyrə qarşı. Video söndürəndən sonra durub qazı bağlama. Yaxşı şeydir, yaxşı qalsın eləsin. Biraz bir dəqiqə vampir gecə yatmır axı, həqiqi ya. Biraz ayıq olun, məsələn, ayrılan kimi özünə oğlan tapan qızlar kimi. Ya da ayrılandan sonra özlərini göstərmək üçün 20 dənə oğlandan gəzən qızlar kimi. Beni özlədin mi? Hayır. Necə əzək? Abi bu mən çox tanış gəlir. Görürsən nə şəkildir bu? Hansı kitabda var idi bu? Bilmirəm, tanış gəlir. Hansı kitabda var idi? Prosta yadımda deyil hansı kitabdaydı. Qıza hava olsun deyə hızlı yazayım dedim ha. Ha, nə yazdığını təxmin eləyir. Hə. Bunu gözləmirdim. Bu yaxşıydı, bəyəndim. Şimdi ne? Zart. Bu nədən ha? Ay Zübür, niyə bu videoda belə şeylər çıxır ala? Oy Zübür. Oy Zübür. Bu nədir ala? Banan yenə gətirir ha. Adam banandan əl çəkmir. 1945 banan alayı. Yəni sən istədiyin adam həm Yunan tanrısı kimi görsənməlidir, həm Da Vinci qədər ağıllı olmalıdır, həm də İngiltərə Premyer Liqasında oynayan futbolçu ilə eyni qazanmalıdır. Yaxşı, bəs sən əvəzində ona nə verəcəksən? Necə yanında? Qəşəng gö... Hilal bu işi bacarırdı Allah haqqı. Din bomboşdur. Din. Amma mənim başım. Bax buna deyərəm. Oy. Belə şeylər bizim şəhərin ağlını harda gəlir düzəltmək. Bu nədən ha? Aha. Fake blogerlər. Aha. Rafiş. Hilal. Aileçisi. Aa, biri mənim adımı yazıb deyan. O biri editlərdə FRC-ni qoya bilərsən. Bu arada editlər mükəmməldir. FRC video eləmişəm. Aşağıda səhifədə 70k izlənən videom var. Bilirəm, bir də et zəhmət olmaz. Görürsünüz? Kalp, takipçilərim. Görürsünüz, hər yerdə tapırlar. Sürekli dizi geçecek ya. Oh, Margaret. Bu kadar olmamalı. Aha şey. Mordecai. Hay zibil eləmə. Yo. Ay, kardeşim səncə nə əlaqəsi var? Bu boyda deyil də yəni onlar. Bu da video. Bu videolar niyə mənim qabağıma çıxır da? Yəni normalda belə videolara baxmıram. Niyə ki bu videonun çıxanda çıxır da bilən tikələr qabağıma? Doğulduğun aya görə hansı safitkasın? Part 2 görə hansı safitkaya? İyul su safitkası. Aha diyan. Avqust gümüş üzüklü safitka. Dostum bu mükəmməldir həqiqətən. Sentyabr papya qutulu safitka yüzlü. Yüzlü olması yaxşı bir nüansdır. Oktyabr cips safitkası. Oktyabrda doğulanlar da nə bilim də yəni. Cips safitkası nədir? Noyabr yarpaqlı nahar safitkası. Çin olması yaxşıdır. Çin desə olar. Dekabr çiçəkli safitka. Dostum bu yaxşıydı. Siz hansı safitkası uşaqlar yazın yorumlara. Çində rəqs. Azərbaycanda rəqs.
Kamera elə. Bizim rəqs daha yaxşıdır. Plus 100 milyon pensiya. Adama qayıtdım dedim ki, bu nə hərəkətdir. O da mənə qayıdım, sən nə dedin Musa? Səni başdan atam. Sensiz yatam mən, səni başdan atam mən. Gecə sənsiz yatam mən. Hə kişi bala bax gəlib satdı hazırsan. Çox ağırdacaq ata. Narahat olma, müasir dövdü. Əməliyyatdan 2 dəqiqə həll eləyəcək. Əmələ Çox qorxuram axı. Qorxma, sən atom sən yanında. Sən çox güvənirəm. Həll. Əmi tez bitəcək. Son gün çaldı. bu bir çəyir özü testlər elə. Ay bu adamı var ha, takipçi həqiqətən azdı, ancaq çox qəşəng video çəkir. Nəsə mən ləzzət edir də. Bu video çox qəşəng. Niyə 675 dənə like aldı da yəni? Girib giz orasını burasını açanlar var. Milyonlarla, yüz minlərlə like alır hə. Beləsi qəşəng yumruq videosu çəkənlər like almır. Həqiqətən Azərbaycan yəni əməyə dəyər verməyən bir ölkədir də. Biri yorumlara yazıb Hypercharge heyərə. Işıqlardan vurur belə. Çox qəşəng görsənir bu arada. Burada top video çəkmək lazımdır. Başqa bir dənə biraz son olaraq qaşıma xətt ata bilərsən sən. Qaşımı xətt atdırmaq istəyirsən? Bugün qaşına xətt atan, sabah daldan. Maska da qoyacaq, diviner petok. Kiwiyə yarışan hərəkət deyil abi. Ürəyində fikirləşdi. Ürəyində fikirləşdi. Bu sabah gedib ayağının tükünü də qırxar. Durmak için bana Royal Pass alır mısın? Abi bana Royal Pass al abi. Mezarcı abi, mezarcı abi. Bana Royal Pass al abi. 6x'i aldın abi. Beni vurdun ah be abi. Ben Royal Pass alacaktım hani. O vaxtlar həqiqətən var ha. O vaxtlar həqiqətən prime dönəmləri idi də. Ay zivli bu mahnı. Yəni bildiyin duyğulandı da bu mahnı eşitdim. Çoxdan da eşitmirdim. 4-5 gün keçib verirsinlər həqiqətən də. Bu ne katı reklamdır? Güzel verişlerin ünvanı. Trollüler. Güzel televizorlar. Ne baş verirsen neyinler? Güzel görüntülerin. Alıga. Esil güzelliği. Ayşe hala geldi. Ayşe hala ölmür. 200 yaşı var Ayşe hala ölmür. Düz söz, səhv adam. Səhv adam niyə olur? Bu adamı da mən kim vardı düz söz deyəndə sevmirlər ha. Bu nədən ha? Valla bu bizim keşfetimizə nəsə oldu bu canlar. Sensiz yatam mən, səni başdan atam mən. Kız sen at kimi gülme. Deden ölsün yetim kalasan. Bibilerine okşamış. Padroga yıkan evi hiç kim yıka bilmez. Boğazım ağır idi. Soğuk su iç düzelecek. Nə qəşəng animasiyon düzəldi be. Bayağı qəşəng animasiyondur bu arada. Yəni həqiqətən Azərbaycanlı bir animatör gördüyümə görə çox sevindim. 3-cü sinif davasında işlədə biləcəyin sözlər. Aha. Görək nə gələcək. Sən. Oy zübül. Hindistan qəpiyi zübülə qalsın. Çox dəyərsiz deməyə çalışır. Uşaqlar burada dərin məna yatır. Daha hansılarını deyə bilərsiniz uşaqlar? Mən əlavə eləyim bir dənə. Adındır. Ha, yenə gəldi ya. Makaron İstəmirəm, Allah istəmirəm. Hay zübül. içərəm. Akoşkası içsən. Bu adam nə yaşayır məsələn? Məsələn, yəni mən kriz deyənlər, mən gülməli deyilsən deyənlər nə yaşayırlar məsələn? Bir dənə buna baxın. Mən belə video çəkirəm. Ay mən o yorumlara yazanlar. Mən sizə nə qarmışam? Sən Allah. Dəhşətli cavab Allah. Yəni görmürsüz. Gözünüz bunları görmür yəni. Gözünüz ancaq məni görür deyəsən. Nə olub oğlum? Aa. Gecə sensiz yatam mən, səni başdan atam. Oo, qardaşım necəsən? Qardaşım əlim odur, əlim odur. Bağışla belə. Bu videoya bir də baxın. Oo, qardaşım necəsən? Qardaşım əlim odur, əlim odur. Bağışla belə. Vay çok kaşa video. Kızar. İçine ege kızar. İmkan vermem biraz gülək. Ne bak çoğu EU yerine EU diyer. Ve EU yerine EU diyer. Ha şimdi bildiniz de. Bu Azerbaycan değil mi? Azerbaycanlıymış. Banalar soyucudan unutmuşum. 3 gün unutulan banalardan çıxan səs. Yaxşı idi. Bunu başa düşər. Bunu hamımız başa düşmüşdür yəni ki. Bə deyə bilirdiniz. Bə deyirdiniz qadınlar yumor edə bilmir. Görürsüz kanıt. Buna ağrır lan ha. Qaqa bu nədir? Fərə bebi. Ay uğru. Nə ağrır? Kayıtdasan ne olur? Belə ağır olur. Evdə iş yok ki. Belə ev olar Allah ev edirsin. Bir daha çorap taktım. Onda bir tay yoktu. Mesela qaqa mən dəymə mən kim geleyim. Qaqa, tələbə idi. Arka cebində də tuman qal. Ona görə. Tələbəsiz? Hə. Haa başa düşdüm. Başka ne lazım qaqa?
Qaqa, imkan varsa 2 kilo kartof alarsan. Görürsünüz belə qeyrətli oğruları Allah qorusun həqiqətən. Everybody do the flop. 2018 qızların xəyalındakı oğlan. Boylu olsun, biraz əsmər olsun, nə bilim, mənə hədiyyələr alsın, jestlər eləsin. Belə də narsist olmasın, səhərlər mənə sabahın xeyri heç olmasa yazsın. Nə bilim, harası gedəndə heç olmasa 50-50 şotu ödəmək belə okeydir mənim üçün. Yəni mən ödəməyim, şotu əsas odur. Belə. Reallıq, az reallıq. Biri yazıb ki, bərabərlik deyil, sizlər yaratdınız bu şərait. Nəysə uşaqlar, bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox Instagram TikTok keşfetime gəlməsi istəyirsinizsə, bu videoya bir dənə like atmağı unutmayın. Bu videoya bir dənə 3000 like eləyək də. Xahiş edirəm, bir dənə 3000 like eləyək. Bəsdir mənim üçün. Gələcək videoda görüşmək üzrə. Salam.